Bu hədisi hər zaman sizin üçün oxumaq istəmişəm. Yine İmam Ahmed'in Musned'inde gelen bir rivayettir. Bu haddesena Yazid ibn Harun قال أخبرنا يحيى بن سعيد أن عمر بن كثير ابن أفلح مولى أبي أيوب الأنصاري أخبره أنه سمع عبيد سنوتا يحدث عن خولة بنت قيس امرأة حمزة ابن عبد المطلب أن رسول الله صلى الله عليه وسلم دخل على حمزة فتذاكر الدنيا فقال رسول الله صلى الله عليه وسلم. İmam Ahmed deyir ki, bizə Yazid ibn Harun danışdı. Dedi ki, bizə Yahya ibn Said xəbər verdi ki, Ömər ibn Kəsir ibn Əfləh, yəni Əbu Əyyub Əl-Ənsarinin mövlası, ona xəbər verdi ki, o Beyt Sanut'u eşitmişdir. Xavlə binti Qaysdan xəbər verdi. Xavlə binti Qays kimdir? Həmzə bint Abdülmuttalibin zövcəsi deyir ki, bir dəfə Rasulullah sallallahu aleyhi ve sellem onların evinə gəldi və onlar Həmzə ilə oturub dünyanı zikr etdilər. Tədəkkərat dünya. Ne güzel bir meclis, ne güzel bir ortam, ne güzel bir zikir. Tədəkkərat dünya. Dünyanın zikirdə fəqalə Rasulullah sallallahu aleyhi ve sellem İnnə dünya xadratun hulva fəmən əxadaha bihaqqiha burikə ləhu fiyhə. Yəni bayaq qeyd etdiyim kimi, yəni bu hədislər demir ki, dünyanı tərk eləyin, dünyadan uzaq durun, gedin zahirli yerin, yəni zahirli də siz düşünmeniz mənadır, yəni heç bir şeye yaxın durmayın, yəni bir növ dərviş kimi yaşayın demir. Buyurur ki, aleyhissalatü vesselam, şübhəsiz ki, dünya yaşıl və şirindir. Kim ki onu haqqı ilə götürərsə, burikə ləhu fiyhə. Ona orada bərəkət verilər. Və rubbə mutəxavvidin fi məlillahi və məli rasulihi ləhun naru yevmə yəlqallah. Yəni, neçə Allah və Rasulunun malına dalan insanlar var, kişilər var ki, dalanlı insanlar var ki, onlar üçün qiyamət günündə, Allahla qarşılacağı gündə od vardır. Yəni, baxın, mal Allah Subhanahu wa Ta'alanındır. Mal Allah Resulü sallallahu aleyhi ve sellemindir ki, bir ya iki gün bundan öncə bir müsəlman qardaşımızın verdiyi bir sual var. Dedi ki, mənim borcum var və mən dünyamı dəyişsəm, mənim halım nə olacaq? Və o sual doğrudan da məni çox kövrətdi. Niyə kövrətdi? Əslində sualda bir hüzün, o qədər də böyük bir hüzün yoxdur. Hər kəsi gözləyən bir həqiqətdir. Lakin bir hədisi xatırladığım üçün kövrətdi məni ki, dedim, əgər Rasulullah sallallahu aleyhi ve sellem sağ olsaydı, o sənin borcunu ödəyərdi. Çünki o buyurmuşdu ki, kimin ki, yəni hədisin məzmununu deyirəm, borcu olduğu halda ölərsə, buraxdığı mal əhlinindir, borcu mənim üzərimədir. Yəni, elə bir rəhbərimiz, elə bir öndərimiz başımızda Allah Resulü sallallahu aleyhi ve sellem olmadığı üçün bugün biz yetim vəziyyətindəyik. Ona görə də dünyada nə etməlisən? Dünyanı haqqı ilə götürməlisən, haqqını verərək götürməlisən. Haqsızlıq etdiyin heç bir şeydə sənin üçün xeyir yoxdur.